Artıq neçə vaxtdır ki, keşfətimi işğal edən həmin o qarpız mürəbbəsi videosunu hazırlayırıq birlikdə. Deməli, əvvəlcədən deyim, sonra məndən dalaşmayın. Hazırlaması çox biraz yorucudur. Bir gün vaxt aparır. Dünən axşam saat 6-da başlamışdım. Bugün səhər saat 11-də bitirmişəm. Bunların hamısını indidən deyirəm ki, sonra mənə deməyin ki, vaxtım çox getdi. Deməli, nə edirik? Qarpızlarımızı götürürük, içinin qırmızısını təmizləyirik, cüzi də olsa saxlayırıq. Daha sonra isə arxasını, yaşılını, yəni qabığında soyuruq və forma verib doğrayırıq. Adətən videolarda kartof kəsənlə doğranılırdı. Elə mən də o formada doğradım. Sizin daha yaxşı izleyanınız varsa o şəkildə doğraya bilərsiniz. Doğradıqdan sonra isə üzərinə çıxacaq qədər suya bir qaba əlavə edirik və üzərinə də bir yemək qaşığı soda əlavə edirik. Mən təxminən 1 litr su istifadə etmişdim. 1 qaşıq da soda istifadə etdim. 2 litr su əlavə istifadə etsəniz 2 qaşıq soda istifadə edin. Bu şəkildə hazırlayıb 6 saat saxlayırıq. Əgər səhv etmirəmsə, belə saxlamaqda səbəb qarpızların bişərkən dağılmamasıdır. Dəqiq bilmirəm, amma mən başa düşdüyüm qədərilə budur səbəbi. Daha sonra isə yaxşı tərtəmiz yuyuruq. 1 kiloqram qarpız qabığına 1 kilo şəkər tozu istifadə olunurdu mən baxdığım videolarda, amma belə hazırlayan vaxtı heç şərbəti çatmır. Ona görə də minimum 1 kiloqram qarpız qabığına 1 kiloqram yarım şəkər tozu və 5 stakan su istifadə edin. Çünki mən 1 kiloya 1 kilo istifadə etdim və 3 stakan da su istifadə etdim, amma sonradan 3 dəfə təzədən şərbət bişirdim. Hər dəfəsində 1 stakan olmaq şərti ilə. Çünki heç çatmadı. Şərbəti hazırladıqdan sonra, yəni 1 kilo qarpığa 1 kiloqram yarım şəkər tozu, 5 stakan suyu hazırladıqdan sonra su ilə şəkər tozunu bişirib qaynadıqdan sonra isə üzərinə meyvələri əlavə etdik. Yarım saatda bu şəkildə bişiririk və içərisinə bir dilim limon atıb altını söndürürük. Bir gecə saxlatdım mən tam soyuması üçün. Səhərsi isə təkrardan yarım saat gürodda bişirdim. Bişdikdən sonra isə içərisində rənglər olsun deyə, rəngli olmağını istərdim. O yüzden də 3 hissəyə ayırdım. Yarısını olduğu kimi sarı rəngdə saxladım və öz təbii rəngi çox qəşəng alındı. Videolarda hətta biraz daha qaraydı. Məndə isə tam sarı qızılı rəngdə alındı. Bir hissəsinə qırmızı rəngdə qida boyası, bir hissəsinə isə yaşıl rəngdə qida boyası əlavə etdim. Yaxşıca qarışdırdım və bankalarıma doldurdum. Mürəbbəni bankalara isti-isti doldururuq və mütləq sərin bir yerdə saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun. Hər hansısa bir sualınız yarandısa, şərh bölməsində qeyd etməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.